Belə deyək, sahibkarlıq üçün, sahibkar maşın alıb bu işə qoymaq üçün qazanc varmı, yoxmu? Tövsiyə Sözsüz var ki, yoxsa? bir iş varsa, orada qazanc var. Qazanc olmasa o iş belə deyək, öz işığını saçmaz. Bugünkü gündə bizim ölkədə taksi sahəsindən hamı danışır, hamının maraq göstərdiyi sahədir. Taksi sahəsində qazanc var, amma nəyə nisbətən deyirsiz? Taksi sahəsində qazanc var, sahibkar üçün də, sürücü üçün də, hamı üçün əlverişlidir. Kifayət qədər bugünkü gün ölkədə normal özünü dolandıracaq dərəcədə qazana bilərsən. Sahibkar üçün bir maşından belə deyim, o müqayisəni sahibkar özü eləsin ki, bu maşını alıb bazara salmağa dəyər, yoxsa o yatırımı başqa yerə yönləndirsin. Bir maşının ortalama qazancı 800 min 1100 bu civarda dəyişir. Çünki sən işlədən şəxsdən danışıram ki, elə bir qayda qoymalısan ki, burada sürücü də pul qazansın. Yəni sürücü də sənin qədər, sahibkar qədər pul qazansın. Çünki sən pulunu qoysansa, sürücü də canın qoyur. Yəni sən sürücüdən çox qazanasan yox. Sən ortaq qazancdan sürücü benzinin vurursa, sən də maşın rasxodlarını ödəyirsən. Sən pulunu qoysansa, sürücü də canın qoyur bu yol. Yəni əlbir olub normal şəkildə işləmək lazımdır. Burada da ortalama qazanc 800 min, belə deyək də 1200, 1100 arası dəyişir.